Bəziləri belə çatdırır dini. Deyir ki, mən sənə, bax, diqqət edin, deyir, mən sənə Allahı qəbul elətdirəcəm indi. Hə? Sən Allahı qəbul eləcəksən, sonra sən Allaha ibadət eləməsən, gedəcəksən cəhənnəmə. Deyir, vay, bu nə söhbətdir, dəhşət. Bu da əvvəldən deyir, mən inkar eləsəm yaxşıdır bu dini. Bunun elə əvvəlindən cəhənnəm söhbətini atıb ortaya. Mən elə əvvəldən, mən deistəm. Canı qurtardığında elə deyil. Mən deistəm. Burada konflikt yaradırıq cəmaatla din arasında. İndi mən sizdən soruşuram, cümlə düz cümlə deyildi be ya, cümlə düz idi. Cümlə düzdür də, Allahı tanıdın, ona itaət eləmədin, cəhənnəmə gedirsən. Səhv cümlə idi, səhv cümlə deyil. Düz sözdür bu. Amma izah eləmək, təqdimat mühümdür ki, nə nəzərdə tutulur bu söhbətin içində. Amma mən sizə bir sual verim. Yolda nişanlar var ha. Deyir, yol dönür. Ha? Kimsə o nişanlarla dava eləyir. Əsəbləşdim, bu nişana baxayım, mənə deyir ki, çox sağ olsun nişan, mənə deyir, yol dönür. Dönməsəm uçuruma gedirəm, ha? Elə deyil. Olanı deyir də, Allah da belə deyir. Allah deyir, filan şey günahdır. Yəni, yol dönür, düz getməyəsən, uçuruma düşəcəksən. Səni cəhənnəmə aparacam demir, cəhənnəmə düşəcəksən. Oturub orada təhdid eləmir, prinsipə düşmüşəm, siz bunu eləməsiniz yox, həqiqətləri xəbər verir sənə. Həqiqətləri sənə xəbər verir.